Dedi ki, wrapper klasslar nə edir? Verilən klassları wrap eləyir. Biz data burada da təyin eləmişdik. Baxın nə demişdik? Demişdik ki, integer. Bax bu integer əslində intin bir wrapper klassıdır. Demək bu özündə, yəni bu əslində bu cür yaranır. Integer A bərabərdir new integer. Bax new integer deyəndən sonra artıq bunun içərisinə biz bir dənə data göndəririk. Baxaq. Deməli, bax, int formada bir dənə məndən burada data istəyir. Datamız nə olsun? Deməli, olsun, məsəl üçün 12. Okey. Nə dedi burada bir dəqiqə? Nədir? Option. Aa, bir dəqiqə. Bu nəsə problem yaşayırıq burada. Bir dəqiqə buna şey niyə? Yox, əslində log sound A. Sən baxaq. Bu nəsə deməyə çalışır. Tamam. O, anlamadım. Nəsə deməyə çalışır, amma bir şeylər şeydir. Tamam. Okey. Baxın bu formada bir data belə deyim də bizə çıxardır və baxın bura. Integeri məncinə gələndə bu bir dənə int tipində, yəni primitiv data int tipində value alır. O value-nu da aparır this.value ötürür. This.value nədir? Primitiv bax bura bax, final int value tipində bir datadır. Aydındır? Okey, bu bunun wrapper tipidir və wrapper klassların ümumiyyətlə bax, bütün primitiv wrapper klassların özünün daha doğrusu primitiv data type'ların özünün wrapper klassları var. Məsəl üçün byte var burada, short var, integer var, long var, float var. Yazaq məsələn float. O böyük hərflə yazılır da, hansı ki demişdim, bunun içində istifadə eləyə bilərsinizsə. Məsələn, gəlin bura yazaq. Məsəl üçün float, baxın, double. Sonra burada bir dənə fərqli olan booleandır. Boolean. Bir dənə fərqli olan şey var, character. Bax, karakter çarın belə deyim də, string şey wrapper qarşığıdır. Bu Java 8-dən, daha doğrusu bunlar Java 5-dən sonra dövrəyə girdi bu wrapper anlayışı. Java 8-dən sonra əksərən belə deyim də aktiv olaraq dəstəklənir. Avantajı nədir? Karakter deməli şey çar yazıram bura. Bunun avantajları nədir ümumiyyətlə? Bu elementlərin deyək də, niyə biz belə bir şeyə ehtiyac duyuruq? Bunun ən böyük avantajı collection type-larla işləməkdir. Çünki collection type-lar bizdən əksər halda data istəyərkən, yəni içərisinə tip istəyərkən bir obyekt, yəni buradan bir dənə məndən tip istəyir. Tutaq ki, int yazırsan bura. Bax deyir ki, bu obyekt tipində olmalıdır. Mən ora primitiv tip yaza bilmərəm də. Yəni obyekt tipli bir şey yazmalıyam. Niyə? Çünki bunun öz içərisində belə deyim də genişlənmiş bir klassım olacaq da. Hansı ki genişlənmiş klassım nədir? Nə bilim add eləyir, get eləyir, set eləyir və s. Baxın, ən böyük avantajlarından biri wrapper klassların ehtiyac yarandığı hissədən biri collection type-lardan istifadə edilməsidir. Okey, birinci məsələsi bu. İkinci məsələsi bundan ibarətdir ki, məsəl üçün integerə baxaq. Integer nöqtə, bax burada integerlə bağlı olan bir çox funksionallıqları gəlir. Bax minimumu, maksimumu, cəmi var burada, reverse olunması var, sonra equals var, value of var, nə bilim type çevrilməsi, to integer var, nə bilim parser var, parse int. Məsəl üçün biz siz necə elə bir çox şeyləri belə deyim də hazır funksionallıqlar gəlir bu integerin içərisində. Bu da bizə nə verir öz növbəsində? Belə deyim də, məsəl üçün sən bir data tip çevrilməsi eləyəcəksən. Məsəl üçün sənin əlində var hər hansı bir string ifadə, string məsəl üçün A bərabərdir dırnaq içərisində 4. Düzdürmü? Sən bu 4-ü mənimsətmək istəsən bir int dataya, məsəl üçün AI bərabərdir. Necə deməli buradakı A-nı mənimsədə bilmirsən də. Məsəl üçün bu hardan gəlir? O next int var. Next intin içərisində əslində bu parserdən istifadə edirik. Biz bunu nə edirdik? Gəlirdik qabağına bir dənə integer yazırdıq, int yazırdıq ki, tutaq ki, da bunu çevirsin. Amma hal-hazırda görsən bax problem eləyir. Niyə? Çünki bu obyekt tipdir, bu da obyekt tipdir də. Buradan biz bu formada yol izləsək daha doğru olar.
Gəlirəm deyirəm ki, bu integer tipindədir, bərabərdir AI bərabərdir. Deməli nə deyirəm? Integer nöqtə parse int və A. A-nı qoyduq bura. Artıq A-nın qiymətini, çünki bu biz necədir şə? Bu primitiv tip deyildi. Bayaqki primitiv tip idi i. I primitiv tip olduğuna görə onu bu formada kast eləyə bilmirdik. Okeymi? Amma mən bu formada görürsüz, bu formada mən integeri parse eləyəndə heç bir problem yaşamadan, heç bir exception-a, əlavə exception-a falan ehtiyac duymadan datamı belə deyim də parse eləyirəm. Görürsüz, baxın burada. Buradakı kimi eyni qayda ilə nə deyir? Deyir ki, bir dənə şey alır, string data alır və string datanı götürüb parsintə import eləyir. Parsint hardadır? Parsint də bunun içərisindədir. Bax burada o şey özünün format exception-ı falan var ki, dəstəkləyir də. Yəni bizim əvəzimizə o format exception-dır, sonra digər exception-ları eləyir. Format exception nədir? Tutaq ki, burada bir dənə A ola bilər. Belə olan halda nə baş verəcək? Avtomatik olaraq mən number format exception alacağam. Niyə bunu aldım? Bunu mənim yerimə nə elədi? Həmən o belə deyim də bu parsın içində olan, yəni parse metodunun içində olan funksionallıqlar. Yəni wrapper type-ların ən böyük avantajlarından biri budur ki, rahat formada nə edə bilir? İnformasiyanı belə deyim də götürüb formatlaya bilir, üzərində əməliyyatlar apara bilir. Bütün bu arada wrapper type-ların özünün metodları var. Mən tövsiyə edərdim ki, gəlin belə yazaq. Java wrapper class method. Java wrapper type-larının metodları görə burada əksər halda yaxşı verir. De burada qabağında qoyub metodların listini verir əksər halda burada. Əslində burada var bir növ. Amma görək burada da pis olmaya bilər. Bunların belə deyim də metodları olur. Özünün metodları. Olmasa bir-bir. Əslində metodların adını bilməyimiz kifayətdir. Bir-bir o metodların şeylərinə baxa bilərik. Onların metodlarına baxa bilərik. Çünki əksəriyyətində bir-birinə oxşasa da bir-birindən belə deyim də fərqlənirlər də bu datalar. Gəlin belə eləyək. Java integer Mənim bir tam var. aha, bəli. Bu deyir ya, əlverişlər bəs bu wrapper klaslarına işləyirək, yəni genişlənmiş obyekt şəklində. Sadəcə bir dənə şeyim var oldu ki mənim. Yəni ərraylistin içinə mən onsuz da ərr eləyə bilərəm. Yəni hər bir şey. Ərraylist niyə görə emailini obyekt götürür ki? Məsələn, primitivi götürə bilmir. Onsuz da onun içindəki primitivlə mütləq deyil ki, nəsə iş görüm. Mənə lazım olan ərraylistin içinə daxil etməkdir. Ərraylist də collection-dan alır bəzi metodları. Zaten add-dir, get-dir, hər nəticədə yəni. Mən yəni ərraylistin birbaşa özünü iş görürəm də. Yəni onun içinə atılan tipin nə mənası var ki, yəni Sən belə şey datanın olsun. üzərində iş görürsən axı. İndi ola bilər ki, müəllim şeydə heç mən iş görmək istəmirəm, sadəcə yığmaq istəyirəm, misal Eyni, üçün də. eyni qaydada da ola bilər ki, iş görmək istəyirsənsə, Onda bəs niyə iki dənə xüsusiyyət dəstəkləmir? İmenda bir dənə məhdudiyyət qoy. indi Java-dan belə deyim də, bir şey deyim də. Obyekt zaten sən dediyini dəstəkləyir, düzdürmü? Okay. Amma primitiv obyektin xüsusiyyətlərini dəstəkləmir. Yəni obyekt bir next leveldir də əslində. Aydındırmı? Ona görə obyekt yönümlü Java-da obyekt yönümlü proqramlaşdırma dilidir. Obyekt yönümlü proqramlaşdırma dillərində əksər şeylər gəlir obyektə bağlanır ki, rahat formada istifadə edilə bilsin deyə. Aydındır? Əslində bu primitiv tiplər Java-nın özünə aid olan bir xüsusiyyət deyil. Java-nın nüvəsi ki var, hansı ki o core istifadə edirlər. Bax oradan gələn xüsusiyyətlərdir. Java özü bütün şeyləri obyektə bağlayır. Və obyektdən genişi də belə deyim də, sənin əlində 5 itemlıq bir şey var, bir də 3 itemlıq bir şey var. Zaten 5 3-ü öz içərisində saxlayırsa, sən həm 5-i, həm 3-ü əlavə eləyərsən, məsələn, çantava. Əlavə Bir eləməzsən dənə ki, İndi müəllim bir sinə görə bunu deyirəm, belə deyim də. Tutaq ki, əgər mən 90 üstəməni tapmaq istəmirəmsə, məsələn, bunu əgər mən obyekt şəklində saxlasam, təbii ki, bu daha çox yer tutacaq da, çünki hip yaddaşda saxlanır da bu wrapper klasslar. Amma bir də var ki, məsələn, mən bilirəm ki, bunu üstəməni tapa bilməyəcəm, bunu primitiv tiplə saxlamaq istəyirəm. Mən o cəhətdən əslində fikirləşmişdim. Amma İndi belə belə aydın deyim də, qoymuş. onu əslində Java ilə Java-da onu tərəziyə qoyanda o böyük bir fərq eləmədiyinə görə bu formada saxlayırlar. Sən yenə də bax, adam klası saxlayacaqsınsa, adam klasına uyğun data saxlayacaqsan. Mən başa düşürəm. Sənin orada bir dənə itirəcəyin bilsən nədir? Bax, orada bir dənə ikiləm bilsən harda yaranır, Fuad. Array-list deməyək də buna. Ümumiyyətlə collection tiplər işləyəndə hara baxacaq onda? Stack-ə mi baxacaq, yoxsa şeyə mi baxacaq? Heap-ə mi baxacaq? Hal-hazırda təyin ediblər, get heap-ə bax. Okay.
İndi sən dediyində orada əlavə bir dənə də prosedur aparacaq. Bu primitiv data type-dırmı yoxsa referans data type-dırmı? Onu tapmalı olacaq. Onu tapandan sonra gedəcək ya stack-ə ya da heap-ə baxacaq. Yəni yenə də araya bir prosedur salırsan da. Yəni Anladım. orada qazandığı bu tərəfdə itirirsən əslində yenə də. Ona görə, yəni belə deyim də, bir də burada məsələ alət çantası prinsipidir. Yəni sənin bir alət çantan var, içində çəkic də var. Bax bunun içində çəkic, kəlbətin və atverka var. Bir dənə də alət çantan var. Çəkic, kəlbətin, mişar, atverka, nə bilim, kvalt, lom var. Okay. Zaten bu 3 dənə bunun içində var. Hər ikisini əlavə eləyərsən, sən birini götürəcəksən gedəndə. Hansını götürərsən? Hər ikisini mi götürməyi seçərsən, yoxsa deyərsən ki, elə bunu ver mənə? Və bu da onun kimidir. Yəni obyekt zaten primitivin içindəkiləri dəstəkləyir deyə sən deyirsən ki, ver bunu, nə olar, nə olmaz da. Yəni ən geniş hala özün hesablayır. Yoxsa onda çox mürəkkəb olardı bir proqramlaşdırma dili. Təsəvvür elə, obyekt önündə proqramlaşdırma dili ona görə çıxır ki, sadələşsin. Amma sənin dediyin məntiqdə o şey daha da çətinləşməyə doğru gedir. Yəni bir kodu yazmaq üçün sən öcə hesablamaları öcə genişləndirirsən. Da başa düşdün? Yəni seçimlər ardıcıllığı genişləndirirsən. Pilus'dakı indi klassları bunu yaradan şəxs də, yəni bu collection type-ları yaradan şəxs də bildirir, yəni orada özü üçün burada indi təkcə collection deyil ya. Collection'ın arxasında iterasiya durur, iterasiyanın arxasında başqa bir streaming durur və s. Bunlar o şey belə deyim də gedir bir-birinə bağlı o qədər bir-birinə bağlıdır ki, yəni sıx bağlıdır ki, bunlar bir-birinə. Belə bir nəticə gəlir axırda çıxır ki, ortaq bir obyekt yazıblar. Obyekt klassı var, hansı ki Java-nın öz içindən gəlir. Okay, obyekt klassı. Yəni sən new class deyəndə əslində o özü də referans alır obyektdən. Aydındır? Yəni obyekt klassından referans alır. Aydındır? Avtomatik olaraq bütün hər şeydə həmin o obyekt tipinə bağlayırlar. Yəni ən ilkin tipə bağlayırlar. Çünki o obyekt tipi həm stringi dəstəkləyir, həm integeri dəstəkləyir. Başa düşdünmü? Əslində bunun burada integer string dəstəkləməsinin sırf arxasında duran mexanizmlərdən biri budur ki, yəni deyiblər ki, bura gələcək data tip bir obyekt tipində olacaq. İndi o da deyir ya integer qoy ora, ya da ki deyir string qoy, ya da ki başqa bir şey qoy. Aydındır? Bir də ən böyük məsələlərdən biri, bax, sən gətirib məsəl üçün də bəzi primitiv tiplərə null mənimsədə bilmirsən. Məsələn, bax bu formada yaza bilirsən. Tutaq ki, yazırıq nə? Int bərabərdir null. Böyle. Okay. Bax, int a bərabərdir null. Hə, bu null a2. Yaxşı. A2 bərabərdir null. Bu nə olur? Run eləyirəm. A2-nin, yəni integer null type dəstəkləmir də, düzdürmü? Aydındır. Amma sən database ilə işləyərkən bir fərqi yoxdur, database deməyək buna. Java-da verilənlər bazası və yaxud da database ola bilər və yaxud da API-lar ola bilər və yaxud da fayllar ola bilər. Bunlarla işləyəndə əksər halda null type-la qarşılaşa bilərsən. Null type-la qarşılaşanda problem almayasan deyə sənin bunu bir obyekt tipində təyin etməyində fayda var. Məsəl üçün bura null yazanda bu götürəcək bunu. Görürsən? Aparır sadəcə null'ın şey qarşılığın, belə deyim də, integer qarşılığın aparır sistemə qoyur. Baxaq, hara getdi bu? Neynədir? Nə ayırdıq burada? Tık 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 tık. A yoxdur. A i olmadı. A i. Nəyi burada səhv yazdıq? Bir dəqiqə. Par string cannot par 15-ci sətr. Yo, bu dəstəkləməli. A, yox, nə yazmışıq? Pars eləmişəm, pars yox. Bir dəqiqə. Gəl burada belə eləyək də. Integer a i bərabərdir new integer. Və buranı null yazaq. Bir dəqiqə bu. Yox, bu null götürməlidir. Bir dəqiqə bu null. Əslində null budur. Bu arada bu null niyə götürməli? A-ni dəstəklədir. Yox, bu null götürməlidir. Bir dəqiqə baxaq.
Çünki bunun ən böyük şeylərindən biri budur. Prosta bu array listlərin içində də ola bilər. Bu prosta ona baxmam lazımdır bir də. Bir dəqiqə. Bununla Ümumiyyətlə Java-da müəllim qısa zamanda dəyişiklik etsən tez olur. Çünki adi string pool söhbətində mən yoxlayıram. Əvvəl başqa şey verirdi, amma indi başqa şey verir. versiya dəyişəndə dəyişir. Aha, düzdür. Amma iş orası ki, versə dəyişmir də müəllim. Problem odur. Məncə dəyişər. Həşmət götürür, onu bilirəm ki. Yo, Amma Hashmap yo, bilirəm. Bu digər tiplər götürür. Prosta mən integerdə heç yazmamışdım. Stringə baxaq bir dənə. ə, String konsol. bəlkə orada integeri düzgün yazmamışdınız ona görə. Bir dənə arxaya eləyin zəhmət olmasa. Integer. Niyə? İn Ayo, düzdür. Integer düzdür. Tamam, buna mən bir dənə baxaram. Bir dənə indi buna vaxt itirməyək. Buna baxaram, bir dənə geri dönüş eləyərəm. Amma Yuxarıdakı stringə görə olmaz. yox, ona görə deyil. Bu Hə? nəsədə başqa bir şey var, göz ardı eləmişəm və yaxud da gözdən qaçırtmışam. Bir sözlə, amma bir şey deyim, wrapper type'lar, yəni bunu sadəcə bura not alaq. Wrapper type'lar gələn nalı, yəni klassın içərisində gələn nalı dəstəkləyir. Bu arada bir dəqiqə. Burada belə bir şey var. Biz yox, bunu belə eləyək. Orada nəsə qırmızı göstərir də Qırmızı üstünə vura bilər. ayını tapmamışıq deyədir. Bir dəqiqə. Bu bu normalda primitiv tipdə. Tamam, buna baxacağam. Uşaqlar, bu ay yox, buradan çox böyük ehtimal burada belə bir şey var. Bu string alır. Bəs null alan bölməsi də olmalıdır bunun. Tamam, görürsüz string üçün başqa bir override yazıblar. Tamam, bunu mən bir dənə baxıb deyəcəm ki, necə olur. Bir dənə baxaq 12, bu 12-ni istəyir. Müəllim, nə oldu? Integer, nə aidiyyat var? Sorma Yox, oldu. null 0 kimi qəbul eləyir də o şey. Yəni belə deyim də, error çıxartmır 0 kimi qəbul edir. Prosta hal-hazırda bax məsəl üçün şey olaraq bu formada olanda tutaq ki 0 bunu konvert eləyir, çıxardır. Amma Orada elə bir deyir də cannot parse o yox deyir ha, orada null deyir, amma null string. bunu araşdırıb deyəcəm sizə. Bunu saxlayaq burada. Tamam. Amma null belə deyim, wrapper type'ların əsas səbəblərindən biri null-ı dəstəkləməsi. Yəni primitiv type'larda null tipinin belə deyim də, null dəyər ala bilməsini təmin etməsi üçün əsas tətbiq olunur. Amma ki, belə deyim, indi bunu array listlərin içində təyin etmişik, amma hal-hazırda belə deyim, də ağlıma girmədi, niyə götürmədi və yaxud da nəyi gözdən qaçırdıram, onu şey olaraq belə deyim də unutdum. Belə bir şey eləyək. Deməli, tamam, keçək burdan. Hə, bu başqa bir dənə qaldı burada. Ha, burada bir də belə bir şey var. Ə, deməli, ümumiyyətlə şeylər necə işləyir də? Bu tiplər, primitiv tiplər necə işləyir? Gəlin biraz ondan danış. Primitiv yox, daha doğrusu digər tiplər necə işləyir? Burada belə bir situasiya var. Mən integer üzərindən nümunələri yazıram, amma bunu belə deyim də, digər tiplər üçün də bu keçərlidir. Tutaq ki, mən belə bir şey yazıram. Integer i bərabərdir, məsəl üçün 5. Okeymi? Bir də belə bir şey yazıram. Integer buna i1 deyək. Bərabərdir, tutaq ki 6. Burada integer i2 deyək bura. i2 deyək, bərabərdir 5. Okey. İndi burada nə baş verir? Əslində bununla bunun arasındakı fərq nədir? Bu primitiv tipdir. Primitiv tip olduğuna görə gedir stack yaddaşda oturur. Bu isə referans tipdir. Referans tip olduğuna görə bunun əslində arxada işləmə mexanizmi bu formadadır. Mən bu formada bir funksiyonallıq yazdıqda, bu arxada bir dənə new integer yazır. Integer klassı yaradır və onun içərisinə mənim yazdığım o 5-i aparır ötürür. Okeymi? Baxın bu, yəni nə edir? Heap yaddaşda bir yer açır.
Okey. Hip yaddaşda yer asdıqdan sonra aparır onu belə deyim, mənimsədir şeyin içərisinə, digər belə deyim də funksionallıqların içərisinə. Bunu əslində biz necə yoxlaya bilərik? Biz bilirik ki, bərabərlik referansları yoxlamaq üçün də proqramlaşdırmada, yəni mən bura sort tutaq ki, 1 belə deyim də, i1 bərabərdir i2 desəm, nə olur? Bunların referansları müqayisə olunur. Referansları müqayisə olunanda mənə ya true ya da false cavab qayıdır da, düzdürmü? Burada 6 yazaq gəlin. Cavab belə deyim, true qayıdır. Niyə? Mənim hal-hazırda yaratdığım belə deyim də element necə işləyir? Gəlib əgər mən indi aşağıda bir şey də yazsam. Əgər mən, baxın, bunun biri, bu referans tip datadır. Qarşısına R yazaq. R, referans tip data. Bu hansı tip datadır? Primitiv tip datadır. Baxın, bunun indi referansları yoxladığın hardan biləcək? Birazdan göstərəcəm. Əslində obyektlər müqayisə olunanda bilirsiniz də Eagles'la müqayisə olunur. Çünki onun bir şeydə o da bir metoddur. Deməli nə edir? Keçirik bura. Yazırıq bura nə? Bir də belə bir şey yazaq. i3 yazaq. Integer tipində bir dənə i3 yazaq. Bərabər eləyək. Deməli nəyə? New i3-ə. Integerin tutaq ki, olsun 6. Bunu da i4 eləyək. i4 eləyək. Bu da olsun 6. Okey. Və burada belə bir şey yazaq. Deməli, bunları bir-biri ilə müqayisə eləyək. Deməli, i1 müqayisə olunur deməli 3 ilə. Sonra i1 müqayisə olunur. Yox, indi belə eləyək. i3, i2 müqayisə olunur i3 ilə. Bir də i3 müqayisə olunur i4 ilə. Okay. Bir də bunların şeylərini verərik ekrana. Dataları. Baxın bura. İndi bura baxaq. Deməli, bu da referans tipdir. Bu da referans tipdir, düzdürmü? Referans tipdir. Bu da referans tipdir. Wrapper type'larda biz bunlara diqqət eləməliyik. Deməli, referans. Əgər, baxın, bununla bu referans eləyəndə nə baş verir? Keçirik bura. Hip yaddaş, düzdür? Bu da stack yaddaş. Əgər iki referans tip, yəni bu i1 olacaq, bu da i2 olacaq. İki referans tip bir-biri ilə müqayisə olunursa, yəni bərabərlik ilə müqayisə olunursa, bu müqayisə hara baxır? Stack yaddaşdakı yerə baxır da, düzdür? Baxın, bu müqayisə stack yaddaşdakı yerə baxır. i2-nin stack yaddaşdakı yeri ilə i3-ün stack yaddaşdakı yeri eynidir. Xeyr də, düzdürmü? Yəni bunu da buradan belə eləyək. i1, i2, i3. Bəli, Doğrudur. Amma i1-in bəli. belə olur da. i1 bu olur. i2, i3, i4. i1-in stack yaddaşdakı yeri 001-dir. Tutaq ki. Doğrudur. Əgər Java burada arxada belə bir proses aparır. Bunu intervyuda soruşa bilərlər. Məsəl üçün yazar bu formada. İndi bir dənə də bir intervyuda ən maraqlı suallardan birini göstərin. Birinci burada qaranlıq qalmasın. Baxın, wrapper type'ları birinci cəmləyək. Sonra bu biz içərisinə girdik, heç soruşmadım, sual var filan. Wrapper type'ların məqsədi nədir? Primitiv type'ları genişləndirərək funksionallıqlar əlavə etmək. Yəni başqa səbəbi yoxdur. Genişləndirərək funksionallıq əlavə etmək. Nə bunun parseridir, bunun konvertorudur, eagles'udur, bunun array listi istifadəsidir və s. Yəni bir sözlə, məsələn mən integer tipinin genişləndirib obyekt kimi istifadə etmək istəyirəmsə, artıq mən istifadə edirəm nədən? Bunların genişlənmiş tipindən də, yəni bu primitiv tiplərin genişlənmiş versiyasından istifadə edirəm. Bura ilə bağlı sual var. Yəni wrapper klasslar və yaxud da wrapper type'lar bu işə yarayır. Primitiv tiplərin genişlənmişi. Hər biri də əksər halda eyni adlı bir dənə xarakter xaric, digərləri öz primitiv tipinin böyük hərfi ilə böyük hərflə yazılışı ilə işarə olunur. Bu da bu cür olur. Yazaq bura Java wrapper class.
De bu formada. Və burada da yazır. Byte, byte, short, short, integer, int, integer, long, long, float, float, double, double, boolean, boolean, okay, char, character. Burayla bağlı nəsə sual var? Buraya bağlı xeyr. Okay. Aşan xanım sizdə, Əli sizdə sual var? Xeyr. Bəli. Tamam. İndi keçək bura. Deməli, gəldi indi bunların arasındakı müqayisə. Primitiv tip wrapper klasslardan sizdən intervyuda necə sual soruşula bilər? Birinci bundan danışaq. Bu arada siz özünüz də bir çox klassları wrapper formaya salacaqsınız. Bu növbəti etapda indi bunun customize edilməsini göstərəcəm. Bu integer olması məcbur deyil. Özünüz belə wrapper class yaza bilərsiniz hər hansı bir elementə. Əslində bunun digər klass yazmaqdan heç bir fərqi yoxdur da, yəni onu da deyim ilk olaraq. Deməli nə etdik? i1-dir, digər 2, 3, 4 buradadır. Əgər mən bunları müqayis bu formada yazıramsa, bu arada burada boxing, unboxing deyilən bir anlayış var. Boxing nədir? Box ümumiyyətlə nədir? Qutu deməkdir də, düzdür? Baxın, əgər mən bu formada bir primitiv tipdən data təyin eləyirəmsə, bu boxing adlanır. Əslində qutulamaq da, yəni qutuya qoymaq mənasına gəlir. Bu elə bir növ belə deyim də, hip yaddaşda aparıb bir yerə qoyuram. Deyirdi bilsəm bir şey, hip yaddaş nədir? Bir növ rəf kimi bir şeydir də. O rəfin ünvanını da gətirib stack yaddaşda saxlayırdıq. Baxın bu da oradan ekvivalent yadınızda saxlaya bilərsiniz. Yəni elə bir boxun içinə, yəni qutunun içinə qoyuram, aparıb yerləşdirirəm hip yaddaşa. Hip yaddaşdan da onun ünvanını saxlayıram stackdə. Boxing budur. Yəni primitiv tipi obyektin içində saxlamaq. Baxın bu boxing gedir. Bunu soruşsalar sistem birdən, baxın budur boxing gedir. Çünki arxada bir obyekt yaratma əməliyyatı baş verir. Budur boxingdir. Yəni datamı elə bir mən nə edirəm? Bir primitiv tipi referans tipinin içinə qoyuram. Okay? Bunun bir də tərsi var, unboxing var. İndi onu göstərəcəm. Bu nədir? Bu da elə bir mənim var olan elementimi, yəni bu integer tipimi adi intə mənimsədirəm. Okay? İndi onu da göstərəcəm. Prost bir dənə bu tərəfi bitirək. Deyəcəm ki, belə deyim də üstündən ümumi keçər ki, necə olur. Deməli, bir dənə toparlayım. Burada proses necə getdi? Burada bir dənə diqqət edilməli olan bir nöqtə var. Əgər müqayisə olunanlardan ikisindən biri, yadınıza gəlib onun toplamı üçün də demişdik. Müqayisə edilənlərdən ikisindən biri referans tip, primitiv tipdirsə, bunların value'ları müqayisə edir. Yəni referanslarına baxmır. Okay? i1 referansdır, primitivdir. Aha. Primitiv. Primitiv də düzdür. Primitiv olduğuna görə bu belə eləyir. Deməli, götürür bunların, bəs i2-nin referans olmasına baxmır da. i2-nin götürür valuesunu alır, aparır müqayisə eləyir. 6 ilə də 6-nı müqayisə elədi, bir-birinə bərabərdirmi? Bəli, true cavabını qaytardı mənə. Okay? Okay. Sonra i1 müqayisə eləyir i3 ilə. Yenə də primitiv referans. Doğrudur. Çünki bu üsulun əslində mən niyə bunların üçü də yazdım? Yəni çünki burada bu formada yazdım. Əslində göstərmək istəyirəm ki, arxada bu proses gedir və burada da getdi əslində o proses. Nədir? 2, 3 ilə yenə də primitiv referans gəldi, nə oldu? Bu aldı nə? True. Okay? Çünki biri primitivdirsə, onların valuesuna baxacaq. İndi keçək ikinci məsələyə. İkinci məsələ nədir? Referans, çünki bu referansdır, düzdür? And referans. Bunların referanslarını müqayisə eləyəcək. Yəni stack yaddaşdakı qiyməti müqayisə eləyəcək. Stack yaddaşdakı qiyməti də fərqli olacaq da, düzdürmü? Çünki bunun stack yaddaşdakı qiyməti fərqlidir və bunun stack yaddaşdakı qiyməti fərqlidir. Düzdür? Bunların ikisinin stack yaddaşdakı qiyməti fərqlidir də, doğrudur? Doğrudurmu? Onda nə olacaq? Məsəl üçün bu duracaq 001, bu duracaq 002. 001, 02, 02-dən fərqlidirmi? Bəli, deməli nə oldu? False dəyər. Yəni görürsüz burada nə nədir? Bir dənə yəni burada bu operatorla diqqətli olmaq lazımdır ki, nəyi saxlayır? Bunların şeyini də belə deyim. Value'ların yox, referansları müqayisə edir. Eyni şey bura üçün də keçərlidir. Bu da referansdır, bu da referansdır. Ona görə false dəyərini alır. Bəs deyə bilərsiniz ki, mən necə eləyə bilərəm ki, bunları müqayisə eləyim. Bunların qiymətlərini müqayisə eləyim. Nöqtə equals deyilən bir metod var. Bu sırf qiymətə baxır. Bura nə yazırıq? 12 yox.
4. 4-ü Peki müəllim, obyekt ünvanını müqayisə edəndə yəni rəqəmlər fərqlidir deyə fərqli nəticə çıxardı. əlbəttə bəli, false çıxardır da. Çünki bu fərqli bir bax, bundan fərqli bir cavab, yəni referans gəlir. Bundan fərqli bir referans gəlir. Başa Həmin düşdünmü? referansın yəni içinə baxmır da, ancaq referansın nömrəsinə baxır, yəni adresinə. Stack yaddaşı bu dedi axı, bax burada bax bir dənə bir şey unutmayaq. Stack yaddaşı müqayisə eləyir. Ha, şey, hadi. Başa düşdünmü? Stack yaddaşı müqayisə eləyir. Əgər yox, mən referans tiplər üzərində value-nu müqayisə eləmək istəyirəmsə equals-dan. Bu stringlərdən yadınızdadır da bu, düzdürmü? Yoxsa stringlərə gətirəndə Bəli müəllim. müəllim, bəli. Equals-lar məncə stringləri x0 falan yazanda demişdi, bu buna equals-dur. Bəli, orada da Ha, istifadə ha, etmişəm. bu ona odur da elə bir. Aydındır? Okay. Bu formada müqayisə eləyə bilərik. Müəllim Buranın bir şey sormaq. buyur əlbəttə. Bununla bağlı məndə sual yoxdur. İndi o birilərdə varsa desin, mən başqa şey deyəcəm. Yoxdur, bir dənə burada o integerin altındakı niyə error verir onu deyə bilərsiniz. İkisində də error Error amma deyil, işləyir. nəsə warningdir, bax error deyil o. Əli, mən də bayaqdan da diqqət Ha, editorların bəzən xəbərdarlıq etməsi falan var ki, deprecated slash hə, bu elə bir mənə deyir ki, nəsə deyir deprecated olunub bu. Yəni gələcək versiyalarda işləməyəcək də. İşlətməsən yaxşıdır. Warningdir bu, xəbərdarlıqdır. Aydındır? Okay, yəni görsən aydın. nida ilə bildirib ki, artıq bu gələcəkdə işləməyə bilər. İndi gələcəkdə işləməyəndə biz onu biləcəyik də. Hə, Aydın. silmək istəyirlər. Version 9-da deyəsən, silmək istəyirlər şey, bu cür istifadəni. Və bu cür istifadəni version 9-da silmək istəyirlər. İndi ona bir dənə baxarıq. Görək niyə silmək istəyirlər. Çox böyük ehtimal bu belə olacaq da, integer nöqtə nəsə. Mən elə gəlir. Əksər halda elənciliyi eləyirlər. Amma yenə də baxarıq. Amma hal-hazırda dəstəkləyir. O bayaqdan mən də baxdım ona. Burada dəstəkləyir. O warningdir, yəni error deyil. Okeymi? İndi bir də bir Aydın. şey göstərim. Boxing, unboxing Bu var. arada bir dənə sual var idi deyəsən. Ha, buyur, buyur. Bir şey deyim müəllim. İndi biz referanslara wrapper klasslardan dolayı girdik də. Məsələn, bunun string tərəfi, string pool tərəfi var da. O sonrakı Spring Pool mövzudur. tam ayrı bir mövzudur. Bu arada Hadi. biz artıq referans tiplərlə bax, bu da referans tipdir. Yəni obyektlərdəyik də hər şey referans tiplər yəni konkret toplaması yoxdur. Məsələn, string pool ayrı bir şeydir. String pool, string builder, string buffer, okeymi? Bu da referans tip məsələsidir. Amma yəni bura aidiyyatı yoxdur da. Bu wrapper klasslardır. Okey? İş gedir İndi referans tiplər üzərində. Okay? Eyni şey string builder-da da eyni məsələdir. Aydındır? bəli müəllim. Elə ona görə Eyni dedim şey ki, məsələn garbage biz burada collector-da da eyni şeydir. başa düşdüm müəllim. İndi mən ona görə dedim ki, elə buna wrapper klasslardan dolayı girdik. Amma o stringlərin email referans söhbətindən sonra gələcək. Onda yəni indi sual verəcəkdim. Ona görə Hayır, dedim, yəni next gələcək. sual ver bəlkə bura ilə bağlıdır. Çünki burada da stringlərdə də belə eləmək olur ha bu arada. Yəni wrapper Elə heç şey. Onda mən onu praktikasına edib verərəm. Çünki orada haqq hesab çox uzundur. Həm string pool söhbəti var, həm onların referansları dəyişir, həm nə bilim adi vəziyyətdə fərqli nəticə verir. Ona görə ən də. kiçik kod yaz gətir baxaq olarmı? Tamam. Olmalıdır kompüter. Baxaram müəllim. Hə. Olsa tapıb Tamam. göstərin. Bir də bir şey deyim. Sizdə string var ya, bu string. String özü də bir wrapper'dır da, bilirsiniz də. String nəyin wrapper'dır? Ringin. Axı kiçik string deyə Sarıların, bir şey yoxdur. sarıların olar değil mi? Nə? Sarıların genişlənmiş olar. Yəni demək sarıların birləşmişi də ya C-dən gəlib belə olar da. Charların birləşməsi yox. Char arraylərin referansıdır. Şey wrapper'dır. O. Yəni o demək Yəni istəyirəm. əslində sən burada bax string yaradanda, bir onu deyim, A yaradanda, əli sən sualını unutma, bu arxada belə eləyir. Char yaratdı. A tutaq ki, indi A deyil də, o arxada o value da saxlayırlar əksər halda bax bu formada. New char. Hə, düz yazmışdıq. New char və burada qoyur nəyi? Bunun lengthini. A-nın məsələn 5-sə 5 qoyur, 3-sə 3 qoyur, yoxdursa nə qoyur? 10 qoyur. Sonra 2-yə vura-vura da artıra-artıra gedir. Aydındır? Eyni adlı datadır deyə bu arada xəta çıxart deyə. Tamam, buna AS deyək. AS dedik. Neyinə demirlər? New character.
AS də var hardasa bir dəqiqə. Yox da. Hə, char yaz. Char bax. Arxada bax bu formada char eləyir. 10 eləyək. 10 bir şeydir də kapasitordur da. Kapasitoru izah eləmişdim də ötən səfər. Düzdürmü? Bəli. Hı, hı. Əli buyur, nəsə deyirdin? Amma sualım yoxdur. Prosta demişdim, sualım sual var idi. Okey. Tamam. Burada uşaqlar bir daha Tamam. boxing, unboxing var. Dediyimiz kimi bayaqları izah elədik. Box nədir? Mən baxın, birinci ilk olaraq belə eləyək də. Bu wrapperlarda belə bir şey var. Gəlirik, məsəl üçün mən nə edirəm? Integer tutaq ki, A yazıram, bərabərdir. Məsəl üçün nə yazıram? 12. Primitiv tipi apardım qoydum bunun içinə. Çox böyük ehtimal uşaqlar bu arada deprecate olunub bu. Bu deprecate olunub çox böyük ehtimal. Belə gətirəcəklər. Yəni bunu full dəstəkləyəcəklər. Mən elə düşünürəm. Java 9-da bunu özünüzdə yadda saxlayın. Java 9-da error alsaz bu formada yazmazsınız, bu formada yazarsınız. Oldumu? Null da oradan gəlmə ehtimalı var. Yəni bayaqdan o null düşür, ignore edir. Baxın oradan bundan qaynaqlanma ehtimalı var. Çünki deyir axı burada 9-da deprecate eləyəcək. Çox böyük ehtimal yavaş-yavaş başlayıblar da bəzi şeyləri dəyişdirməyə. 2 versiyanı da izləməyi bu arada şeydir də, necə deyim, şey eləməyimiz lazımdır. İzləməyimiz lazımdır bir sözlə. Deməli, Onda müəllim elə tanımlıq yazıb yoxlayıb da. necə? Onda tanımlıq yazıb yoxlayıb da. Olmaz. Yox, nalı demirəm bu formada dəstəkləyir. Bunu demirəm. Yox, bayaqki kimi dəstəkləmirsə, onda belə gəlsə belə. Dəstəklədi, düzdür. Bu arada yaxşı elə yadıma salın. Dəstəklədi deyə. Hə, deyə şeydir, çox böyük ehtimal ondan qaynaqlanırmış elə. New yazanda orada deyirdi, hə, əlafat. Və məsələn mən heç düşünməzdim də bunu bura yazım yoxlayım. Çünki düşünürdüm ki, hələ yarımçıqdır da. Yəni burdakı error var ha. Bu zaten baje burada başlayıb da error verməyə. Error yoxu xəbərdarlıq eləməyə. Bunu çıxardıb oradan çox böyük ehtimal. Yəni update eləyə gəlirlər də versiyada bax bura qoyublar. Çox böyük ehtimal məsəl üçün gələcək versiyada bunu da ancaq bu formada dəstəkləyəcək. Null da bu formada yazanda görürsüz, normalda null integeri intə nə edirdik? Null verəndə nə deyir? Deyir ki, int null dəstəkləmir deyir də, düzdür? Amma gəlib bura integer yazanda heç axtarmaya ehtiyac da olmadı. Integer yazanda artıq bu null-u dəstəkləyir. Görürsən? Harda işimizə yarayacaq? Bu arada cədvəllərdə, SQL cədvəllərində falan bu çox tez-tez işimizə yarayacaq. Məsələn, oradan data null gələcək. Məsələn, age nulldur, price nulldur. Sən o null-ı adi primitiv integerə ötürə bilməyəcəksən. Ona görə referans integer verirsən ki, o null-ı dəstəkləyə bilsin. Başa düşdün? Çünki cədvəldən null data gələ bilər axı, doğrudur? Bu formada. Özündən. İndi bunu belə eləyə, bağlayaq, keçək bura. Deməli, bu autoboxing adlanır, integer, deyir ki, elə bir avtomatik olaraq bunu götür. Yəni mən elə bir bu boxingdir, baxın bu. Bir də bunun autoboxingi var. Bu nə edir? Mən yazıram bura 12. 12 nə edir? Primitiv bu primitiv tipdir. Primitiv tip aparır, götürür, bir qutunun içinə qoyar sanki özündə qablaşdırır. Okay? Bir də bunun deməli unboxing var. Tərsinə də, yəni açılması da bunun mən referans tipi primitiv tipə çevirirəm. Yazıram A bərabər, yox, A2 yazaq bura. A2 bərabərdir A. Və bu formada. Bu formada eləyəndə isə bu adlanır. Deməli bura yazılır. Bu nədir bəs? Heç bundan sonra çalışacağam, bundan danışmayım. Çox böyütmə. Yəni maksimum dərəcədə istifadə etməməyə çalışacağam. Amma yenə də bilin də belə bir şey var. Çünki köhnə versiyalarda